Salam, xoş gördük sizlərə əziz tamaşaçılar. 14 TV və Qlobal TV-nin birgə layihəsi olan Olduğu Kimi verilişini izləyirsiniz. Olduğu Kimi'nin bu dəfəki buraxılışında kitab və kitabla əlaqəli mühüm məsələlər haqqında olacaq. Müsahibimiz hər zaman olduğu kimi Rövşən Abdullaoğlu'dur. Xoş gördük Rövşən. Xoş gördük. Rövşən, ümumiyyətlə kitab oxumaq nə dərəcədə faydalıdır insanlar üçün? Maksim Gorkinin bir sözü ilə başlamaq istəyirəm. Maksim Gorki qeyd edir ki, məşhur Rus yazısıdır. Bilməyənlər üçün bir müqəddimə olsun. Maksim Gorki deyir ki, mənim bütün hər nəyim varsa kitabdandır. Və həqiqətən də doğrudan bu cürdür. Yəni, mümkün deyil ki, təsəvvürlə həyatda uğur qazanmış hər hansı bir insan, bütün uğurunun kökündə onun mütaliəsi durur. Onun kökündə əldə elədiyi məlumatlar durur. Məlumatı biz hərdən əldə edirik kitabdan. Azən bu çıxışda bizə qulaq asan tamaşaçılar belə bir məsələyə diqqət edin. Biri deyə bilər ki, mən kitab oxumuram, ancaq hansı söhbətlərə qulaq asıram. O da elə kitabın üzərində yenə də durur. Çünki çıxış edən insanlar da mütaliə və araşdırma ediblər, oradan informasiyanı ötürürlər və bir məsələni də qeyd edir. Qulaqla əldə olunan informasiya tamlığı ilə kitabın yerini doldura bilməz. Ona ayaqlaşa bilməz. Bəli, kitabın öz yeri və rolu tamamilə başqadır. Descartes-in bir sözü var, deyir ki, kitabın belə bir xüsusiyyəti var ki, insan hansı bir kitabı oxuyanda onun müəllifi ilə söhbət edə bilir. Biz tarixdə bir çox şəxslər var, dahi insanlar var, biz onlarla ünsiyyət eləmə imkanımız olmuyor. Ya bizim zamanda yaşamırlar, ya bizim dövrdə yaşayırlar, ancaq onun yanına bir qəbuluna düşə bilməlidir, düzdür? Ancaq bu insanın kitablarını oxumaqla onun bütün həyatının məhsulunu bizlər rahatlıqla əldə edirik. Descartes deyir ki, insan hansısa bir tarixi şəxsiyyətin, hansısa bir dahinin əsərini oxuyanda onun biliklərinin, özü də biliklərinin qaymağının və özəyinin sən nəticəsini ələ gətirirsən. Kitabı onun özüdür, belə deyiyorlar. Kitab onun özünün yaxşı tərəfidir. Çünki bir müəllif kitabı ancaq araşdırır, nə qədər zəhmət qoyur, o zəhmətinin tam belə məğzini və tam ruhunu ötürür kitabı. Bu nöqteyi nəzərdən kitabın faydası təbii ki, böyüdür. Bir neçə nöqtələri qeyd edeyim. Kitab oxumaqla biz nə əldə edirik? İnsan elə bir varlıqdır ki, əgər etdiyi bir işdə faydanı hiss eləməsə, heç vaxt o işi eləməz. Ona görə bu sual aktuallığını doğurur. Məxsusən o şəxslər üçün ki, kitab oxumağa biraz tənbəllik edirlər. Ona görə bir-bir bunları bəyan edir. Birinci, insan kitab oxumaqla böyük bir informasiyaya sahib olur. Hansı ki, o informasiyanı başqa cür heç əldə gətirə bilməzdir. Bəzi tarixi faktlar haqqında oxuyuruq. Bəzən hansısa bir coğrafiya və biologiya, təbiətşünaslıq barəsində oxuyuruq. Biz gedib dünyanın bir çox Afrika meşəliklərini bizlər gəzmək üçün gör nə qədər insan zəhmət çəkməlidir, nə qədər araşdırma üçün ömrü getməlidir. Ancaq onu 50 səhifəlik bir kitabda oxuyub bütün o məlumatları insan ələ gətirir. Deməli, birinci bizim məlumatımız artır, böyük bir informasiya əldə eləmiş oluruq. Ondan sonra kitab oxuyan şəxs, çoxlu mütaliə edən şəxs maraqlı həmsöhbətdir. Onu ilə oturub insan ünsiyyət eləyəndə o qədər də darıxmır və danışdığı sözlər daha əsaslı olur. İnsanlar istəyir onları öz məclislərində görsünlər, onların məclislərini insan səy edirlər. Ondan başqa çoxlu kitab oxuyan insanın söz bazası artır. Fikrini rahat şəkildə ifadə eləyə bilir və qəliz və dolaşıq fikirləri asanlıqla digərlərinə çatdıra bilir. Bu da kitab oxumağın digər üstünlüyüdür. Həmçinin kitab oxuyan insanın təxəyyül qüvvəsi güclənir və müxtəlif situasiyalarda həll yollarını tapmaq onun üçün daha da asanlaşır. Bir məsələni sizə qeyd edeyim. Bax, həyatımızda nə qədər bizim problemlərimiz olur. Ailə mövzularında problemlərlə qarşılaşırıq. Məişət mövzularında, ictimai mövzularda problemlərlə qarşılaşırıq. Biznes sahəsində uğur əldə eləmək istəyirik, problemlərlə qarşılaşırıq. Sağlamlığımızla əlaqəli bir çox problemlərlə qarşılaşırıq. Uşaq tərbiyəsi problemlərlə qarşılaşırıq. Daxilimizdə bir çox komplekslər var, bir çox problemlər var, fobiyalar var, qorxular var. Onları həll eləmək lazımdır. Bu da bizim üçün bir problemdir, bununla biz üzləşirik. Bunları həll eləmək üçün rahat bir yolu var. O da nədir? Kitab. O mövzu ilə, o sualımızla əlaqəli gedirik. Lazımlı kitabları axtarırıq, tapırıq, onları mütaliə edirik. Bir neçə saat vaxtımızı qoyuruq mütaliə edir, ancaq o sualımızın dəqiqliyi ilə biz cavabını ələ gətirmiş oluruq. Bu da kitabın faydasıdır. Bir çox insanların problemləri, onların belə deyək də, məsələni düzgün dəyərləndirməməklərindən, özlərinin tənbəlliylərindən. Problem olaraq qalmaz belə deyək. Düzgün dəyərləndirsəydi, bu suallarını tapmaq üçün uzun-uzun axtarmazdılar, gəzməzdilər.
Problemim var, bütün bunlar hamısı kitablarda bəyan olunub. Sadəcə olaraq gedib onları oxumaq lazımdır. Kitabı biz atırıq kənara, mütaliə eləmirik, sonra deyirik ki, bu problemləri biz niyə həll eləyə bilmirik? Təbii ki, həll eləyə bilməyəcəyik. Onun həlli çoxdan tapılıb, o sahənin mütəxəssisləri tərəfindən müəyyənləşdirilib və onu yazıblar kitaba. Onu gedib insan oxumalıdır ki, o problemlər həll olunsun. Bir nöqtə, bu çox mühüm bir məsələdir. Kitab oxunulan cəmiyyətdə bir çox problemlər öz-özünə həll olunur. Bir çox psixoloji problemlər öz-özünə həll olunur. Tərbiyə mövzularında, insanların bir-birinə ünsiyyət mövzularında problemlər öz-özünə həll olunur. Kitab oxumayan cəmiyyət daha aqressiv olur, daha qəzəbli olur, daha barbar sisteminə yaxın bir cəmiyyət olur. Kitab oxuyanda bu problemlərlə o cəmiyyət təbii ki, çox az üzləşir. Bir nöqtəni də qeyd edeyim. Kitab, statistika onu göstərir ki, kitab oxuyan insanlar intihara az meyillidirlər. Daha çox intiharlar avam, kitabdan uzaq insanların həyatında rastlaşır. Deməli, kitab oxuyan insanlar o problemlərini rahat həll edirlər, psixoloji böhrandan rahat çıxırlar. Bir nöqtəni də deyək. Kitab oxumaq stresi azaldır. İnsanın ruhi gərginliyini boşalmağına gətirib çıxardır. Kitab gözəl həmsöhbətdir. İnsan o həmsöhbətlə söhbət etdikcə, o fikirləri oxuduqca, o müəlliflə sanki diskusiya edirsən. Diskusiya nəticədə insan boşalır. İnsan gərginlikdən uzaqlaşır. Stresi aradan qaldırma ən gözəl yollarından biri odur ki, insan fikrini tamam başqa bir cəhətə, başqa bir səmtə yönəltsin. Bu bir. İkincisi də ki, yönəltdiyi səmtdən müsbət bir, pozitiv bir enerji alsın. İnsan kitab oxuyanda birinci məsələ baş verir, fikri yönəlir başqa bir səmtə. Həm də o kitab mütaliəsi nəticəsindən faydalı bir enerji alır. Və o da stres və gərginliyin aradan getməsinə gətirib çıxardır. Kitab oxumaq beyinlə əlaqəli bir əməldir. Bəs beynin inkişafına, ümumiyyətlə beyin fəaliyyətinin gücləndirilməsinə nə dərəcədə kömək eləyir kitab oxumaq? Əlimizdə olan dəyərləndirmələr onu göstərir ki, bu dəyərləndirmələr içərisində bir çox psixoloji institutların dəyərləndirmələri var. Həmçinin Amerika Nevrologiya Akademiyasının dəyərləndirmələri var. Onların dəyərləndirmələri demək olar ki, aşağı-yuxarı eyni məzmundadır. O da ondan ibarətdir ki, kitab oxuyan insanların beyinlərinin qocalması 32% demək olar ki, qarşısı alınır. Yaddaş problemləri aradan gedir, daha güclü hafizəyə malik olurlar. Çünki bilirsiniz də, insan yaşlandıqca insan artıq bunun kognitiv prosesləri zəifləyir, düşüncə ilə əlaqəli olan proseslər zəifləyir. Hafizə bura aiddir, yaddaşsızlıq olur, diqqətsizlik olur, məsələlərin təhlili qabiliyyəti aşağı düşür, insanların düşünməyi, düzgün nəticə çıxartma, bunlar hamısı düşür aşağı, yaşla əlaqəli olaraq. Ancaq bu araşdırma və dəyərləndirmələr onu göstərir ki, kitabla dostluq eləyən, kitabla ünsiyyətdə olan insanların bu problemləri, yəni digərlərindən çox fərqli surətdə, yəni gözə çarpacaq dərəcədə bu fərqlilik görsənir. Rövşən müəllim, kitabın insan həyatında olan ciddi təsirlərindən danışdınız. Bəs mümkündürmü bəzi insanlar belə deyək ki, kitabı oxuyurlar, amma həmin kitab həmin insanın yaşayış tərzinə, düşüncə tərzinə təsir edə bilmir? Bu sualı bizə çox-çox ünvanlayırlar. Sual bundan ibarətdir. Kitab bizim həyatımızı niyə dəyişmir? Kitab oxuduq, kitab bizə elə böyük bir təsir qoymadı. Nəsə başqa bir gözləntilər var, belə deyək. O gözləntilər doğrultmur özünü və deyirlər ki, kitab bizim həyatımızda təsir qoymadı. Bəzən də bu nəticələr daha da belə qabarıq olur, daha da belə pis forma alır. Kitaba bədbin olurlar, məsələn. Və yaxud da onun müəllifinə qarşı bədbin olurlar. Və yaxud da ümumiyyətlə deyirlər ki, özünə qapanma daha da bəzilərində məsələn yaranır. Məyus olurlar. Son ümidləri kitabı da o da effektini göstərmədi. Burada bir məsələni qeyd eləyək ki, yanaşmadan yanaşmaya ciddi fərq var. İnsan bəzi vaxtı oxu prosesinin özünü hədəf görür. Fikirləşir ki, mən bu kitabı oxuyum. Hədəf burada nə oldu? Birbaşa o prosesin özü. Hədəf təbii ki, prosesin özü olsa, insanda nəticəsini göstərməyəcək. Bu bir. İkincisi, insan tətbiqi oxumur. Tətbiqi oxu nədir? Yəni, bunu oxuyum, bunu həyatımın hansı sahəsində tətbiq edə bilərəm və etməliyəm. Bu cür oxumur. Üçüncü şəxsin baxışı ilə oxuyur. Yəni, bu oxuyuram, filan kəsin həyatından bu kitabda danışır. Filan düstur verilir, mənə aid deyil, digərlərinə aiddir. Bu cür yanaşma ilə oxuduğuna görə təbii ki, o kitab onun həyatında tətbiqi oxumur, həyatında təsir qoymayacaq. Bizim zaman idarə olunması mövzusunda bir təlimimiz oldu. Birinci təlimi verdi, ikinci təlimdə
dostlara belə bir test kimi bir sual verdi. Dedi ki, uğur qazanmağın yolları nədədir? Biri dedi ki, məsələn, kitab oxumaqda, biri dedi uğurlu insanlarla dostluq eləməkdə, biri dedi çevrədə, biri dedi ki, motivasiyada. Müxtəlif hamı şeylər orada kriterilər qeyd elədi. Bir 30-40 dənə orada kriteri qeyd olundu. Dedim ki, sizcə daha bir şey qaldı? Dedilər, yox. Dedim, bax, bir amil var ki, o amil olmasa bunların heç birinin təsiri yoxdur. O amil də nədir? Əməl etmək. Mən bilirəm ki, kitab oxumaq mənim həyatımı dəyişə bilər. Əməl etmirəmsə, bu düsturun mənim həyatımda faydası olmayacaq. Hansısa bir psixoloji problemin həll olunmasının bir düsturunu öyrənmişəm. O düstur halında qalacaq ta o vaxta qədər ki, mən onu həyatıma tətbiq etməyim. Deməli, əməl. Əgər əməl mərhələsinə o bizim bilgilərimiz keçməsə, bizim həyatımızda heç bir təsirini qoymayacaq. Ona görə yeganə düstur odur ki, insan bildiyini əməl etsin. Bizlər həyatımızı dəyişəcək bütün düsturlara demək olar ki, sahibik. Bizlər həyatımızı köklü surətdə müsbətə aparıb tərəqqi bizə etdirəcək bütün düsturları bildik. Yaxşı, niyə etmirik? Ona görə ki, əməl etmirik. Uğurlu insanla uğursuz insan arasında fərq bilirsiniz nədir? Məhz bizim dediyimiz bu nöqtədədir. Biri əməl edir, digəri əməl etmir. Ona görə yox ki, o çox şey bilir. Uğurlu insanın bilgilərini, bir çox uğursuz insanın bilgilərini müqayisə eləsək, baxıb görərik ki, uğursuz bir çox insanlar var ki, onlardan daha çox bilirlər. Ancaq niyə əməl etmir? Niyə uğur qazanmıyıblar? Çünki tənbəldilər, çünki çalışmırlar, çünki əməl mərhələsində o bilgilərini tətbiq etmirlər. Təbii ki, burada inkişafdan və uğurdan danışmağın yeri olmayacaq. Həyatda uğur qazanmaq üçün bilgilərimizi həyata keçirmək lazımdır. Əgər nəzəri və teorik olaraq biz o bilgilərlə zəngin olmuş olsaq, bizlər uğur qazanmayacaq. Bilgilərimiz artacaq, ancaq həyatımızda təsirini qoymayacaq. Bunu tətbiq edək indi həmən sizin verdiyiniz sualı. Bu insan niyə həyatında uğur qazanmır? Kitab onun həyatını niyə dəyişmir? Ona görə ki, orada oxuduqlarını əməl etmir. Əməl etməsə, bu heç vaxt təbii ki, psixoloji kitabı oxuyurlar. Bizim indi riayət elədiyimiz janrlardan biri də psixologiyada. Bunu oxuyurlar, ancaq bəzən deyirlər ki, bizdə bir çoxları onu deyim ki, həyatlarında dəyişiklik olmağından danışırlar. Ancaq mümkündür ki, bəzilərinin həyatında bu nəsə təsirini qoymasın. Düzdür, biz hələlik elə bir oxucu ilə rastlaşmamışıq. Bu sualı bizə desin ki, mənim həyatımda təsirini qoymayın. Ümumi olaraq belə bir sual ünvanlayırlar. Ancaq əgər kimdəsə də bu təsirlər, çünki biz kitablarımızı daha çox bu praktik cəhətinə yönəlmiş şəkildə yazırıq. Təsir qoymaması qeyri-mümkündür. Mən özüm də mütaliə edirəm sizin kitabları. Ona görə şahidiyəm bu mərhələnin. Biz özümüz sırf nəzəri cəhətdən biraz çalışırıq, o praktik cəhətlərini bir şövqlə, təşviqlə yazaq ki, o praktik cəhət. Əgər kimdəsə olmasa da bu insan deməli təbii olaraq bunu həyatına keçirməyib, tətbiq eləməyib. Ona görə yəni tənbəl oxunuşdan çox daha çox, oxunuşdan çox daha çox tətbiqi oxunuşa keçmək lazım. Bir məsələ də mümkündür ki, insan düzgün janr seçməyib. Bax, bu da ola bilər. Yəni məsələn, insanın həyatında problemləri əlaqəlidir başqa bir janrla. Ancaq bu tamam başqa bir səfkidə bir kitab oxuyur. O da həyatında tətbiqini təbii ki, qoymayacaq. Və yaxud da elə bir janr seçib ki, o janrı adətən əyləncə xarakterli oxuyurlar. O janrı oxuyub təbii ki, həyatında hansı dəyişiklikləri bu gözləyir. O dəyişikliklər həyatında təbii ki, olmayacaq. Siz də bir tamaşaçılar üçün düstur olaraq deyə bilərsinizmi? Kitab oxumaq insan həyatını necə dəyişə bilər? Mütləq olaraq əvvəldə qeyd eləmir, tətbiqi oxusunlar. Məsələn, bəzi kitablar birbaşa həyat fəlsəfəsinə yönəlib, birbaşa ideoloji nöqteyi-nəzər, kognitiv mərhələdə düşüncəni dəyişməyə yönəlib. Onda əgər oxuyurlar, görürlər bir nəticəyə gəlirlər. O nəticə bunun düşüncəsində tamam başqa cürdürsə, bu səhv düşünür, ancaq kitabda düzgün bir istiqamət verilibsə, bu düşüncəsini dəyişsin. Artıq o düşüncəsində bir yenilik eləsin, o yeni bir məlumatı ora o bazaya daxil eləsin. Əgər o bazaya daxil eləməsə, düşüncəsində bu tətbiqə keçirməsə, təbii ki, həyatında təsir qoymayacaq. Və yaxud da oxuyur, bir düsturu oxudu. Bu düstur görür ki, orada qeyd olunur, məsələn, hansısa bir uğur qazanmaq üçün, və yaxud da biznes sahəsində, və yaxud da uşağın tərbiyəsində, və yaxud da dostları ilə ünsiyyətdə düzgün nəticə əldə eləmək üçün, məsələn, A düsturunu icra eləmək lazımdır. Bu insan A düsturunu icra eləsin. Bir psixoloqlardan biri danışır, deyir ki, mən bir dostum var idi. Bu dostum məşhur bir dünya səviyyəsində tanınmış bir oliqarxın çox yaxını idi. Deyir, bir gün mən ondan soruşdum ki, bu oliqarx bu belə dünya səviyyəsində bu cür imkanlı bir həddə gəlib çıxıb və dünyanın bir çox ölkələrində bunun kampaniyaları var. Bu necə olub bu mərhələyə gəlib çıxıb? Həyatında ən çox nəyi tətbiq edib?
Çünki deyir, mən də baxdım ki, o elə də böyük bir biliyə malik olan bir şəxs də deyil. Ancaq böyük bir uğur qazanıb. Səbəbi nədir? Deyir, o ondan maraqlandı, sonra cavabını mənə dedi. Dedi ki, cavabı bundan ibarətdir ki, bu deyir, birincisi, bu öz biznesi barəsində çox kitab oxuyur. Və kitabı da çox qəribə bir metodla oxuyur. Metod da bundan ibarət. Məsələn, kitabı götürür, oxuyur öz biznesi sahəsində. Orada bir düstur, hansısa bir proyekt buna daha maraqlı gəldi. Gördü, bunu tətbiq eləmək olar. Deyir, o kitabı götürür, həmən yerini açır, qoyur stolunun üstünə. Ta onu tətbiq etməyənə qədər digər səhifəsinə keçmir. Bütün orada işçilərini yığır, nə bilim, müəyyən ekspertləri çağırır, maraqlanır ki, belə bir düstur var, belə bir proyekt var. Onu necə eləyə bilərik? Bizdə o, məsələn, o biznes yanaşmasını tətbiq eləsə necə effekt? Onu ta o vaxta qədər ki, bunu həyata keçirənə qədər o kitabı oxumur. Deyir, həmişə də kitabı elə qoyur ki, çünki qatlayıb qoysa bu unudacaq. Çünki o kitabı qoyur ki, yəni onu icra eləməyənə qədər artıq o gözünün önündə olsun, qabağında olsun. Deyir, bunu icra eləyir və nəticəni əldə eləyir. Sonra açır kitabı, yenə də oxuyur. Başqa bir düstura, hansı biznes sahəsində əlaqəli bir, görür ki, bəzi şeyi səhv eləyir, orada düzgün yolunu veriblər. Onu yenə də açır, həmən səhifədə qoyur, ta o vaxta qədər ki, o səhvi öz şirkətində aradan qaldırmayana qədər bu insan dayanmır və başqa kitaba da keçmir. Bu onu göstərir ki, insan praktik oxuyur, insan tətbiqi oxuyur. Kitabın oxunuşunu, o prosesi hədəf özü üçün qərar vermir. Bizlər adətən oxunun özünə hədəf verilir. Oxudum, bitdi mi? Tamam, işim bitdi. Ancaq onu həyata nə qədər keçirirsən? Həyata keçirməyincə bizlər bir məsələ, bu çox mühüm bir məsələdir. Həyatımızda bəzən bir sözü ola bilər ki, o həyatımızı 180 dərəcə dəyişsin. O sözü kitabda görürük, ancaq o reseptə biz əməl etmirik. Yenə keçirik növbəti səhifəyə. Bəzən o sözü eşidirik, deyirik, bu mənim axtardığımdır, mənim bütün problemlərim bundadır. 1-2 gündən sonra yeni kitaba keçirik, o sözü unuduruq. Unudandan sonra yenə də həmən problemlərlə bizlər üzləşirik. Təbii ki, üzləşəcəyik. Biz onu nə etməliyik? Burada yeni bir düstur oxuculara verək, tamaşaçılara verək. O düstur da bundan ibarətdir. Əldə elədiyiniz o güclü ideyaları qeyd eləyin. Hətta bəziləri bir kitab dəftər tuturlar. O dəftərə, məsələn, kitabın adını yazırlar. Bu şəhərdə kimsə yoxdur. O kitabı oxuduqca o düsturları bir-bir orada qeyd edirlər. Birinci düstur, ikinci düstur, üçüncü düstur. Hamısını qeyd edirlər orada. Çünki o sözləri bir də eşitməyəcəklər. Mümkün deyil, 10 ildən sonra eşitsinlər. Ancaq 10 ilə qədər bu insan yenə də o problemlərlə üzləşəcək. O düsturu oxu, o məsələni oxu, həyatında o problemləri aradan qaldır. Bəzən isə bunu məsləhət görərik. Bir əllərinə qələm alsınlar, əgər bir dəftər tutmaq onlar üçün əziyyətlidirsə, o kitabı oxuduqca onu qeyd eləsinlər və yaxud da kitabın arasına əlfəzinlər qoysunlar. Axır ki, elə bir formada eləsinlər ki, o sözlər unudulmasın, daim o sözləri oxusunlar. Çox sağ olun Rövşən müəllim, geniş məlumata görə. Tamaşaçı suallarımız da var. Elə keçid almaq istəyirəm birbaşa tamaşaçı sualına. Qeyd edeyim ki, globaltv@gmail.com və yaxud da Global TV-nin Facebook səhifəsinə yazmaqla olduğu kimi verilişində Rövşən Abdullaoğlunun cavablandırmağını istədiyiniz suallar ünvanlaya bilərsiniz. Bunu İmran adlı tamaşaçımız edib. Rövşən müəllimə belə bir sual ünvanlamaq istəyərdim. Faydalı kitablar daha çox hansı xüsusiyyətə malik olur? Başqa cür desək, kitab mütaliəsində daha çox faydalanmaq üçün hansı tip kitabları oxumağı məsləhət görərdiniz? Bir yazıcı fikrini öyrənmək istəyirəm mən. Bəzən insan elə bir kitabı seçir ki, ümumiyyətlə bir əvvəldən məsələn elə əsaslı qoyaq. İnsan kitab oxuyanda birinci özünə bu sualı versin. Mən hansı məqsədlə kitabı oxuyuram? Əyləncə üçün oxuyuram. Yəni işdən sonra gəlib istəyir bir intellektual bir əyləncə ilə məşğul olsun. İntellektual olsun. Ancaq yenə də əyləncə xarakteri olsun. Yəni bu məqsədlə oxumaq istəyirəm. Yoxsa həyatımda olan hansısa bir sahəyə aid olan problemi həll eləmək istəyirəm. Bunu birinci özü üçün müəyyənləşdirsin. Əgər əyləncə xarakterindən bu insan oxumaq istəyirsə, buna uyğun kitablar var. Ona uyğun kitabları da o janrları seçməlidir. Burada artıq həyatında köklü dəyişəcək informasiyanın qarşılaşması çox azdır. Çünki bu kitablar əsasən insan təxəyyülü, məsələn, fantastik janrda yazılmış kitablar, hansısa yad planetlərdə olan bir hadisələri əks elətdirən, insan təxəyyülünün məhsulu olan mövzular. Bəziləri bunu oxuyurlar. Ancaq bu tətbiqidən çox, daha çox əyləncə və istirahət xarakteri daşıyır. Düzdür. Bu kitablar heç, bu həyatda tətbiqi və faydasını, belə də praktik faydasını elə də bunların görmək olmayacaq. Biz, əgər orada oxucu, mən belə başa düşürəm ki, bu həyatında daha çox faydalanmaq, praktik faydası olacağı janrları və kitabları məsləhət görür.
məsləhət istəyir. Mən daha çox belə bir janrları qeyd eləyərdim ki, məsələn, psixoloji kitablar, birinci növbədə psixoloji kitablar çox əhəmiyyətlidir. Və lazım deyil ki, elə güclü bir akademik yazılmış psixoloji kitablar olsun. Bəzi sadə formada yazılmış kitablar da var. Akademik psixoloji kitablar oxuya bilirsə, çox gözəl. Onlar oxusun. Avtobiyoqrafik kitablar, bunlar da çox məsləhətlidir. Yəni, bəzi tanınmış bir adam, həyatda müvəffəq olmuş bir adam öz həyatından danışır. Motivasiya ruhlu kitablar. Yəni, orada necə bu insan həyatını necə başladı, səhvləri nə idi? İnsan onu oxuyanda görür ki, bu səhvlər ola bilər, bunu gərək yol verməyim. O səhvlərdən bu insan necə çıxdı? Ona görə avtobiyoqrafik kitablar məsləhətdir. Bəzən də tanınmış insanların məktubları olur. O məktubları oxumaq da, mən çox oxuyaram bu cür məktubları. Hansısa bir klassik yazıçıların və yaxud da hansısa bir dahilərin bu cür məktublaşmaları var. O məktublaşmada insan onu pərdə arxasından tanıyır, bir adi insan kimi tanıyır. Onların həyatında olan bəzi tövsiyələri, bəzi məsələləri tam çılpaqlığı ilə görür və onu oradan bir çox örnəklər götürə bilər. O cür kitabları məsləhət görərdim, oxusunlar. Klassiklərin kitablarını oxuya bilər. Düzdür, klassik adı ilə bəzən elə kitablar olur ki, həqiqətən elə bir faydası da olmur. Düzdür, klassik adına hər kitabı da oxumaq olmaz. Ancaq həqiqətən ədəbiyyatın klassikləri var ki, onları oxumaq insan üçün dünya görüşünün artırılmasında və bir çox oradan nəticələr ələ gətirməsində çox faydalıdır. Müasir yazıçılardan da oxumaq yaxşı olar. Təbii ki, orada da bir seçim etmək lazımdır. Yəni, bunu oxumaqla insan müasir yazıçıların, müasir mütəfəkkirlərin dünyaya olan baxışın nə cür olduğunu, dünyanı nə cür gördüyünü insan orada ələ gətirir. Mümkündür ki, düzgün olmasın. Ancaq yenə də insanın dünya görüşünü artırır. O nöqteyi nəzərdən müasir yazıçıların da əsərlərini oxumaq məsləhətdir. Burada yenə də daha çox köklənir insanın problemi və insanın problemi ilə əlaqəli kitabların oxunulması. Çünki bunlar daha çox praktik olur. Rövşən müəllim, yazıçılardan danışdıq. Hər yazıçının kitabı fərqlidir. Hər kitab bir-birindən fərqlənir. Bəs onu oxuma tərzi necə? Fərqli olmalıdır, yoxsa hər kitab elə eyni cür oxunmalıdır? Kitab özü bir həyatdır, kitab özü bir metoddur, kitab özü bir mövzudur. Kitablar fərqli olduğuna görə mövzular da fərqlidir, həyatlar da fərqlidir. Elə həyatlar var, cansıxıcı həyatdır. O həyatı insan yaşamaq istəmir. Elə həyat var, çox maraqlı, çox şirindir. İnsan o həyatı yaşamaq istəyir. Ancaq bir dəfə yaşayandan sonra ikinci dəfə onun üçün monoton gəlir. İkinci dəfə o həyatı yaşamaq istəməz. Elə həyat var, insan istəyir 1000 dəfə o həyatı yaşasın. Bu nöqteyi nəzərdən kitablar da bəziləri var, çox cansıxıcı və darıxdırıcıdır. Darıxdırıcı faydasızlıq nöqteyi nəzərdən deyirəm. Çünki bəzi vaxt kitab darıxdırıcıdır, ancaq faydalıdır. O kitabları təbii ki, oxumağa dəyməz. Onları qoyuruq kənara. Zərərli kitablardır, hər kitabı oxumaq olmaz. Çünki kitab oxuyan zaman məlumat əldə edilir, məlumat ruhun qidasıdır. Ruhumuzu zəhərli qidalarla zəhərləməli deyilik. Zərərli kitabları qoyuruq kənara. Bəzi kitablar var. Bu kitab bir dəfə oxumaq üçün lazımdır. Bu kitabı bir dəfə oxuyaq, başdan ayağa bir dəfə oxuyaq. Ancaq ikinci dəfə oxumağa ehtiyac yoxdur. Deməli, bu ikinci kateqoriyada qərar tutmuş kitablar. Elə kitablar var, bunları vərəqləmək lazımdır. Bunları bir dəfə oxumağa qədər buna vaxt qoymaq, sərf eləmək yersizdir. Bunu vərəqləyirik müəyyən nöqtələri bilmək üçün. Bu vərəqləmə yanaşması bəzən bu müəllifin fikirləri ilə tanış olmaq üçün, bəzən hansı bir məsələni axtarırıq, bilmək istəyirik o bu barədə bu nəsə fikir deyib ya yox. O nöqteyi nəzərdən, yəni bütün kitab bizim üçün maraqlı deyil, ancaq məhz bir mövzu ilə əlaqəli bunun fikri maraqlıdır. Bu tip kitablar bir dəfə ümumi vərəqləmək üçündür. Bəzi kitablar var. Hamısı yox, ancaq bəzi yerləri mütləq qeyd olunmalıdır və dəfələrlə oxunulmalıdır. O kitab 500 səhifəlik ola bilər, ancaq içində olan o məhz bəzi yerləri var, onun üçün oxunulur. O yer qeyd olunur, daha artıq ikinci dəfə tam oxumuruq, ancaq həmən yerləri oxuyuruq. Bəzi artıq dəyəri çox olan kitablar var ki, bunlar 2 dəfə oxunulmalıdır. Yəni, mühüm kitablar 2 dəfə ən azı oxunmalıdır. Çünki birinci dəfə oxuyanda bizim zehnimiz oradan çox informasiyanı yadda saxlaya bilmir. Nəzərimizdən bir çox məsələlər də qaçır. Mən özüm şəxsən mühüm bildiyim kitabları ən azı 2 dəfə başdan ayağa oxuyuram. Bu artıq başqa kateqoriyada, belə deyək, 3-cü, 4-cü kateqoriyada qərar tutmuş bizim kitab tipləridir ki, 2 dəfə oxunulur. Bəzi kitablar isə bunlar mütəmadi oxunmalıdır və stolüstü kitab olmalıdır. Çünki orada həyat əks olunur. Və elə həyatdır ki, insan üçün daim faydalıdır. O həyatı insan dəfələrlə yaşamaq istəyir. O kitabları qoyuruq stolun üstünə. Mənim elə, məsələn, bəzi kitablarım var ki, stolun üstündədir. Onları mən dönə-dönə oxuyuram.
Dönə-dönə onlara müraciət edirəm. Bəzilərdə qeyd elədiyim kimi o qeydlər mənim üçün mühümdür. O da stol üstü olur, ancaq o qeydlərinə görə, ancaq o qeyd elədiyimiz yerlərə dönə-dönə müraciət edirik. Rövşən bəy, bəzi insanlara kitab oxumaq sıxıcı gəlir, darıxdırıcı gəlir. Niyə görə sizcə insanlar kitab oxumaqda çətinlik çəkirlər? Bunun müxtəlif səbəbləri ola bilər. Bir səbəbi ola bilər ki, bu kitabla dostlaşmayıb və uşaqlıqda daha çox kitabla ünsiyyəti olan insanların yuxarı yaşlarda da kitabı sevgiləri daha çox olur və kitabı maraqla oxuyurlar. Uşaqlıqda təbii ki, kitaba biganə olanda müəyyən vaxtdan sonra yeni bir vərdiş, kitab oxuma vərdişi özündə yaratmaq çətin olur. Birinci səbəbi budur. Ona görə valideynlərə bir tövsiyə eləyərdi ki, övladlarına az yaşlarından, erkən vaxtlarından kitab oxumağa bir adət, vərdiş yaratsınlar. Bu indi bir dərsliklərdən əlavə belə deyək. Təbii ki, dərsliklərdən əlavə. Bir veriliş də biz qoymaq olar, bu barədə daha geniş danışarıq. Bir də insan təbiəti əyləncə və öz meyli əsasında rəftar etməyə yönəlib. Kitab oxumağı zehni fəaliyyəti gücləndirir. Zehni fəaliyyəti gücləndirən işlər insan təbiətinə biraz hardasa uyğun gəlmir. Uyğun gəlmədiyinə görə insan çətinlik çəkir. Kitab oxuyanda narahat edir. Bəzi vaxtı janrı insan düzgün seçmir. Hazırki ruhi vəziyyəti tələb eləyir, məsələn, fəlsəfi kitab oxumasın. Bu məhz fəlsəfi kitab oxuyur. Tələb eləyir başqa bir səpkidə oxusun. O da əks təsirini göstərir. O da təbii ki, insanda çətinlik və qəlizlik yaradır. Və çalışmalılar özlərini kitab oxumağa vərdiş eləsinlər. Bir nöqtədə mühümdür. Təzə vaxtı hər hansı bir işi görəndə ilkin mərhələsi ağır olur. Ancaq biraz oxuyandan sonra, mütaliə edəndən sonra ardı gəlir və oxumaq rahatlaşır. Bunu davamlı eləsinlər. Hər gün heç olmasa bir 10 səhifə oxusunlar və yaxud 30 dəqiqə kitab mütaliə eləsinlər. Bir müddətdən sonra, bir neçə aydan sonra... Bu ehtiyac olaraq yaranacaq insanlar. Artıq kitab oxumağa ehtiyac hiss eləyəcəklər. Kitab oxuma bir hobbi çevriləcək, kitab oxuma bir vərdişə çevriləcək. Oxumasa bunda sıxıntı yaranacaq. Bəs hər yaşın öz kitabı var, ifadəsi yerindədirmi? Bəli, bir mənada yerindədir. Elə kitablar var ki, o 8 yaşlı uşağı o kitabı verib onu oxutdurmaq yeri yoxdur. Yeniyetmələrin oxuyacaqları kitablar tamamilə fərqlidir. Düşüncələrinin təzə inkişaf elədiyi vaxtda ideoloji və dünya görüşü hələ formalaşmayıb. Bu məqamda onların oxuyacaqları kitab təbii ki, fərqlidir. Elə kitablar var ki, bu artıq yuxarı yaş həddinin kitabıdır. O həddə bəzi klassiklərin əsərləri var ki, onları orta məktəbdə dərslik kimi qoyurlar, ümumi məlumat xarakterli uşaqlara oxutdururlar. Ancaq uşaqlar onu anlamırlar və müəyyən narahatçılıq yaranır. Yuxarı yaşlarda o kitabları oxusa daha onlara şirin gələr. Şəxsən mənim özüm elə kitablar olub ki, dünya ədəbiyyatından və klassiklərin ədəbiyyatlarına elə olub ki, orta məktəbdə sinifdən xaric oxu kimi onu oxumuşuq, ancaq mənə çox maraqsız gəlib. Həmişə də o kitabla mənfi hisslər məndə assosiasiya olunub. Ancaq sonradan o kitaba müraciət eləmişəm, mənim üçün çox şirin və həyati ibrətlərlə dolu kimi gəlib. O nöqteyi nəzərdən təbii ki, hər yaşın öz həddi var, hər yaş müəyyən səfkidə yazılmış kitablar var, onları daha çox başa düşər. Bu öz yerində işlədilmiş düzgün ifadədir. Ən aktual, belə deyək ki, müzakirə mövzularından biridir. Televiziyanın, saytların, internetin kitabın öz dəyərindən aşağı salması, yəni kitab oxucularının azalmasına səbəb olur. Bu belədirmi Rövşən? Təbii ki, biz 19-cu əsrə qədər internetin olmadığı, radionun, televiziyanın olmadığı bir dövrdə insanların məlumat əldə edəcəyi yeganə mənbə kimi kitabı gördüyünün şahidi oluruq. Kitab o dövrlərdə daha çox oxunulardı, daha çox kitaba rəğbət vardı. Baxmayaraq ki, reklam və hansısa bir məhsulun tanıdılması indiki dövrdə kimi o dövrdə elə inkişaf eləməmişdi. Ancaq onunla belə insanlar kitab dükanlarına gedib kitab oxumağa bir ehtiyac hiss eləyərdilər. Çünki yalnız bunların məlumat əldə edəcəyi bir qaynaq ancaq kitab idi. Elmi mövzularda olsun, fərq eləmir. Əyləncələr çox məhdud idi. İnsanların marağını özünə cəlb edəcək, insanı bir narkomana çevriləcək həyat vasitələri həqiqətən çox az idi. Ona görə kitaba meyilli daha çox olurdu, daha çox insanlar oxuyurdu. Kitablarla məclislərdə, elmi məclislər olsun, qeyri-elmi məclislər olsun, kitab müzakirələrinə daha çox yer verildiyini gördü. Ədəbi dünyada hansısa bir kitab yazılırdı, bu böyük bir diskusiyaya səbəb olurdu. Qəzetlər mövzusu ancaq kitabdan olurdu. Yəni başqa mövzular da olurdu. Yəni kitaba da daha çox yer verirdilər. İndiki dövrdə bizlər saytları, qəzetləri açaq, nə qədər kitaba və kitabın müzakirəsinə orada yer verilir. 1% ola bəlkə 2% çox belə cüzi bir həddə. Ancaq bizlər 19-cu əsr, 20-ci əsrin əvvəllərində kitab və elmi məclislərdə olan mövzuların
diskussiya mənbəyinə çevrilməsini qəzet və jurnallarda daha çox şahidi oluruq. Çünki danışmağa daha bir mövzu elə də yox idi. Ona hamısı yönəlirdi təbii ki, daha çox kitaba və digər elmi mövzulara yer verirdi. Ancaq günümüzdə internet o qədər inkişaf edib ki, bütün pəncərələri bağlayaq, yenə də informasiyanı əldə etmək üçün bizim bir yolumuz, bir mənbəmiz var. Birinin əlində əgər bir telefon varsa, o dünyanın orada bütün məlumatlarını orada əldə. Ancaq o məlumatları, faydalı məlumatlar əldə etmirlər, bəzi vaxtı zərərli məlumatlar olur. İnsan bu sosial şəbəkələrə təsnifləndirmək çox çətin olur deyənə, faydalı məlumatlarla bərabər zərərli məlumatlar da göstərilir. Günümüzdə insanı özünə alüdə edib, yəni pis vərdişlər yaradacaq bu cür vasitələr çoxdur. Ona görə bunun təsirindən insan təbii ki, çıxa bilmir. Daha çox ona görə yönəlirlər bu cür vasitələrə, internetə və yaxud da televizora, radioya, müxtəlif məlumatları, şou və əyləncə xarakterdə qəbul etmək istəyirlər. Kitab oxunuşu təbii ki, qlobal olaraq kitab oxunuşuna maraq aşağı düşəcək. Amma kitabın dəyəri öz yerindədir. Ancaq kitabın dəyərini heç bir zaman bu şeylər doldura bilməyəcək. Yəni ümumiyyətlə bu nə qədər dəyər aşağı düşsə də ümumi dünyada, ancaq kitab oxunuşunun tamlığı ilə qabağını bunlar ala bilməyəcək. Ancaq bir nöqtəni də qeyd edeyim. Kitab oxunmasının dünya səviyyəsində aşağı düşməyi bir də onunla əlaqələnir ki, bəziləri bu ehtiyaclarını internet səhifələrindən alırlar. Hansısa saytdan məlumat əldə edib oradan oxuyurlar. Və yaxud da kitabları PDF formasında internet saytlarından əldə edirlər. Yəni bir çox oxucular bu cür hətta onlayn kitab formada dinləyirlər kitabları. Və yaxud da ki, audio kitablar var, oradan dinləyirlər. Yəni bu düzdür, bu müsbət aşağı düşmədir, bunu da dəyərləndir. Yəni oxucu burada itirmə, ədəbiyyat aləmi oxucunu itirməyib. Sadəcə olaraq oxucu kitab oxumur və kitabın yerinə başqa formada, başqa metodlarla bu məlumatları əldə edir. Çox sağ olun Rövşən müəllim. Bir daha minnətdarlığımı bildirirəm, təşəkkür edirəm Rövşən. Sağ olun. Olduğu kimi bu dəfəki buraxılışında kitab və insan həyatında kitabın rolu haqqında danışdıq. globaltv@gmail.com və yaxud da Global TV-nin Facebook səhifəsinə yazmaqla Rövşən Abdullaoğlu'nun olduğu kimi verilişində cavablandırmağını istədiyiniz suallar ünvanlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.